Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim. Bu günləri məntiqdən hesab əməlləri ikinci hissə, yəni vurma bölmənin suallarını izahını verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Onlayn və əyani dərslərə qoşulmaq üçün müraciət edə bilərsiniz. Dərslər həm onlayn, həm də əyani şəkildə keçirilir. Başlayaq birinci sualdan. Birinci sual. K-nı 7-yə vurub axırı 1-lə qutarıbdır. K-nın burada qiyməti 3 olardı. Çünki 3-ü 7-yə vuranda axırı 1-lə qutarır. 3-ü 7-yə vuranda 21. Deməli K-nın qiyməti 3, L-in qiyməti 2-dir. Bu ədədləri toplayanda 5 eləyir. Beləliklə düzgün cavabımız 5, A variantı olacaq. Baxırıq ikinci suala. Hansı ədədi öz-özünə vuranda axırı 1-lə qutarır? 9-u 9-a vuranda 81 eləyir. Beləliklə B-nin qiymətini, A-nın qiymətini istəyirsə cavab 9-dur. Sonra üçüncü suala baxırıq. Hansı ədəd 3-ə vuranda axırı 5-lə qutarır? 5-i. 5-i 3-ə vuranda axırı 5-lə qutarır da 75 eləyir. Beləliklə A-nın qiyməti 5, B-nin qiyməti 7-dir. Bizdən də bu ədədlərin hansını istəyirsə 5-i 7-yə vuranda 35 eləyir. Baxırıq dördüncü suala. Dördüncü sualda isə hansı ədədi 4-ə vuranda axırı son rəqəmi 4-lə qutarır? Deməli, əslində burada 1-də yaza bilərik. Sadəcə 1 yazsaq, məsələn 241-i 4-ə vuranda burada 8 ədədi yaranmaz da. 241-i 4-ə vursaq, burada olar deməli 241-i 4-ə vursaq, eləyər 964 eləyər. Burada 8 olmaz. Buna görə x-ə 6 verilir ki, 2 yadda versin. 246-nı 4-ə vuranda düzgün cavab burada çıxır. Deməli, olur burada 984-dür. Yəni, burada 8 rəqəmi yaranır. Beləliklə, x-in qiyməti 6-dır, y-in də qiyməti 9-dur. 6 ilə də 9-u toplayanda 15 eləyir, cavab C-dir. Baxırıq 5-ci suala. Hansı ədədi öz-özünə vuranda 2 eləyir? C burada 2 də ola bilər, 8 də ola bilər. Sadəcə 8-i 8-ə vursaq, burada 600-dən yuxarı ədəd olardı. 600 neçə olar? Düzdürmü? Ona görə C-nin qiymətini biz 2 götürürük. C-miz bizim 2-dir. 2-ni 2-yə vuranda 4 eləyir. Nəyi 2-yə vuranda 8 eləyir? 4-dür. Beləliklə, B-nin də qiyməti 4-dür. Düzgün cavab C variantı olacaq. Baxırıq ondan sonra 6-cı suala. 6-cı sualda hansı ədədi öz-özünə vuranda axırı 4-lə qutarır? Ya 8-dir belə rəqəm, ya da 2-dir. Əgər biz 2 götürsək, burada elə bir 200 neçəni 2-yə vuracaq, 4 rəqəmli ədəd yaranmazıq orada. 400 neçə olar, yəni 3 rəqəmli ədəd yaranar. Ona görə B-nin qiyməti burada 8 olacaq ki, bax, B-yə 8 yazsaq, 800 neçəni isə 8-ə vuranda 6000 neçə eləyəcək də, yəni 4 rəqəmli ədəd mütləq yaranacaq. O biri rəqəmlərdə tapmağa ehtiyac yoxdur. Beləliklə, B-nin qiyməti 8 olar, düzgün cavab Y-dir. 7-ci sual. Hansı ədədi öz-özünə vuranda axırı özündən qutarır? 5-i. Məsələn, 35-i 5-ə vuranda 175 edir. Məsələn, 36 da deyə bilərdik, amma 36-nı 6-ya vuranda 216 edir də. Burada 170 ilə başlamır ədəd. Beləliklə, A-nın qiyməti 5, cavab Y-dir. 8-ci sual. 6-nı 7-yə vuranda 42 edir 4 yadda. İndi burada da 2-ni 6-ya vuranda 12, 4 yadda gələndə 6 edir də B-nin qiyməti. Yəni, deməli, A-mız 2 olur, B-miz 6, C də 3 olar. Çünki 3-ü 6-ya vuranda 18, 1 yadda alanda 19 olur. Beləliklə, deməli, A-mız 2, B-miz 6, C-miz də 3. Cavab 11 olar. 9-cu suala baxırıq. 9-cu sualda B-nin qiymətini tapmaq olar. 4-ü 2-yə vuranda 8 eləyir. B-miz bizim 8-dir. A-nı necə taparıq? 7-ni 2-yə vuranda 14 eləyir. Yəni, A-mız bizim 7-dir. Bir yadda da alır, 5 olur. Beləliklə, A-mız bizim 7-dir, B-miz isə bizim 8-dir. 7 ilə də 8-i toplayanda düzgün cavab 15 olar. Yəni, D variantı. 10-cu suala baxırıq. Onda sadəcə ABC-ni tapmaq üçün 984-ü 8-ə bölə bilərsiniz. Bu da eləyir, bir dəfə düşür. Sonra 18-də 8 2 dəfə düşür. 123 düşür. Beləliklə, A-mız 1, B-miz 2, C-miz 3-dür. Bunları da toplasaq, 6 cavabını bizə verər. Keçirik növbəti 11-ci suala baxırıq. 11-ci sualda A-nın qiyməti 6-dır. 6-nı 2-yə vuranda axır 2-lə qutarır. A əksində 1 də ola bilər. Amma 1 olsa, tutaq ki, nə isə 2-yə vuranda 5 eləmir axı. Deməli, A-nın qiyməti 6-dır. 6-nı 2-yə vuranda 12. B-nin qiyməti 7-dir. 7-ni 2-yə vuranda 14, 1 yadda alanda 5 edir. C-ni də tapanda 2-ni 1-ə vuranda 2, 1 yadda alanda 3 edir. Beləliklə, A-mız 6, B-miz 1, C-miz 3-dür. Bunları da toplayanda 10 edir. Daha doğrusu, deməli, A-mız 6, C-miz bizim. C-miz bizim, C-miz burada, B-miz bizim burada 1 olsa, B-miz bizim 1 olsa, deməli,
burada yadda almır axı C. B'miz bizim 7-dən. Üstünə 7 yazıb, bura çəkib 1 yazmışam. B'miz bizim 7-dir. 7-ni 2-yə vuranda 14, 1 yadda alanda 15. Bunları da toplayanda neçə edir? 16. Düzgün cavab deyil. 12-ci suala baxırıq. 12 qalıqlı bölmənin əlamətidir. Burada yəni 13-ü vururuq. Bunun adı bölən gedir də. Bölən, qismət. Böləni vururuq qismətə. Üzərinə qalığı gəlir. Qalığımız da 7-dir. 345-ə bərabər edirik. Buradan da alırıq ki, 13xy bərabərdir. 345-dən 7 çıxanda 338. 338-i də 13-ə böləndə deməli, o da düşəcək 26. Beləliklə, x-y-imiz 26-dır. Onda x-lə y-in cəmi 8 eləyəcək. Düzgün cavab 8-dir. 13-ə baxırıq. 13-cü sualda yenə əvvəlcə 261-dən qalığı çıxaq. Elə bayaqki kimi 261-dən 5-i çıxaq. 256 qalır. 256-nı da 16-ya böləndə AB ədədini taparıq. 256-nı 16-ya böləndə 16 dəfə düşür. 256 16-nın kvadratdır. Bunda rəqəmlər cəmi istəyirsə cavab 7-dir. 1-lə 6-nı toplayırıq. Növbəti sual qiymət verərək tapa bilərik. 2B-ni vururuq B-yə, üstünə 5 gəlib 266-ya bərabər edirik. Bəzən burada B-ni B-yə vuruq 2B kvadrat yazırlar. O düzgün yazılış deyil. Bunlar ədəddirlər. Vura bilmərik biz. Sadəcə biz belə yazacaq ki, 2B vurulsun B, üstə gəlinsin. 266-dan 5 çıxanda neçə qalır? 261 qalır, düzdür? Deməli, biz B-yə elə bir qiymət verəməliyik ki, öz-özünə vuranda axırı 1 ilə qutarsın. Hansı rəqəmdir ki, öz-özünə vuranda axırı 1 ilə qutarır? 9-dur. Məsələn, 1-i ona görə götürməliyik ki, 21-i 1-ə vuranda 21 eləyir. Deməli, B-miz 9-dur da, 9-u 9-a vuranda axırı 1 ilə qutarır. 29-u da 9-a vuranda 261 eləyir. Beləliklə, B-nin qiyməti 9, düzgün cavab A-dır. 15-ci suala baxırıq. Hansı ədədi öz-özünə vuranda 25-dən başlayır? Yəni, nəyin kvadratı? 16-nın kvadratı. 16-nın kvadratı 256 edir. Çünki eyni ədədi öz-özünə vurub da bir A-nı bir A-ya vurmuşuq. Deməli, beləliklə, burada A-nın qiyməti 6-dır. 16-nın kvadratı 256 edir. 16. Hansı ədədi öz-özünə vuranda 49 edir? 7-ni. X bərabər 7 olur. A, B ilə C-ni tapa bilmərik burada. C qalıqdır. Sadəcə onu deyə bilərəm ki, qalıq burada 7-dən kiçik bir rəqəm olmalıdır. 1, 2, 3, 4, 5, 6. Amma dəqiq bilmirik də. 17-də amma hamısını tapa biləcəyik. Bax, burada hamısını soruşur. Yenə, hansı ədədi öz-özünə vuranda 3 ilə başlayır da? Nəyin kvadratı? 36. 6-nın kvadratı 36 edir. Onda deməli, 36-nın da üstünə 5 gəlib, BC ədədini tapa bilərik. BC də olacaq 41. Çünki 41-dən 36 çıxanda 5 edir. Beləliklə, A-mız 6, B-miz 4, C-miz 1-dir. Toplayanda 11 edir. Düzgün cavab Y variantıdır. 18-ə baxırıq. 18. 18-ci sualda deməli, burada A ədədini 7-yə vurubdur. A ədədini 7-yə vurub, üzərinə 3 gəlib BC-ni alıbdır. Buradan biz A-nı tapa bilərik. Necə tapacağıq A-nı? Əvvəlcə C-ni tapa. Nədən 6 çıxanda 3 eləyir? 9-dan. 9-dan 6 çıxanda C-miz bizim 3 eləyir. İndi 7-ni nəyə vuranda axırı 6 ilə qutarır? 8-ə. Deməli, A-mız bizim 8-dir. A-mız bizim 8-dirsə, bura 56 olur. Bura olur 59. Deməli, beləliklə, A-mız bizim 8-dir. B-miz bizim 5-dir. C-miz də bizim 9-dur. Bunları da toplayanda 22 edir. Yəni, E variantı. 19-a baxırıq. 19-cu sualda isə deməli, 3-ü nəyə vuranda axırı 1 ilə qutarar? Hansı rəqəmə vuranda 1 ilə qutarar? 17-yə. 3-ü 17-yə vuranda 51 eləyir axı. Düzdürmü? 2 rəqəmli ədəddən söhbət gedir də. Deməli, burada olacaq 51 yazacağıq. CC də 55 olacaq da. 5-dən 1 çıxanda 4 eləyir. Düzdür? Deməli, düzgün cavabımız burada olacaq. Deməli, A-mız bizim 1, B-miz bizim 7, C-miz də bizim 5-dir. Bu rəqəmləri də toplayanda 13 eləyir. Yəni, burada birinci ilə C-ni də tapa bilərik. Məsələn, fikirləşərsiniz ki, 17 necə tapdıq. Burada ilə birinci C-ni tapsaz daha yaxşı olar. 5-dən 1 çıxanda 4 eləyir. İndi də 3-ü nəyə vuranda 50 ilə başlamalıda C-miz bizim 5-dir. 17-yə vuranda 51 eləyir. Beləliklə, deməli, burada bütün rəqəmləri tapmış oluruq. 20-ci suala baxırıq. 20-ci sualda B-ni rahat tapa bilərik. 68-dən nə çıxanda 2 eləyir? 66. Beləliklə, B-miz 6-dır. Onda 3-ü nəyə vuranda 66 eləyir? 22-yə. A-mız da 2-dir. Bu rəqəmləri toplayanda cavab 8 eləyir. Sonra baxırıq 21-ci suala.
21-ci sualda S-ni tapa bilərik əvvəlcə. 2-ni 8-ə vuranda 6 eləyir axırı. A da burada bir dənə qiymət ala bilər, 1. Başqa qiymət ala bilməz. Çünki məsələn A-ya 2 versəz 22-ni 8-ə vuranda 176 eləyir. 3 rəqəmli ədəd yaranır. Beləliklə A-nın qiyməti 1, 12-ni də 8-ə vuranda 96 eləyir. Deməli, burada A-mız bizim 1, B-miz bizim 9, C-miz bizim 6-dır. Bu rəqəmləri də toplayanda 16 eləyir. 22-yə baxırıq. 22-ci sualda isə x-y tapmaq üçün qalıqlı bölmənin əlamətinə istifadə edirik. Böləni vururuq natamam qismətə, üzərinə qalığı gəlirik. O da 29 eləyir. Beləliklə x2, y9-dur. Bunları da toplayanda 11 eləyir. 23-ə baxırıq. Hansı ədədin kvadratı axı 24-dən qutarır? 18-in. 18-i 18-ə vuranda 324 edir. Eyni ədədi öz-özünə vurub da. Ona görə kvadratları yaxşı bilir. Bax, bu 1-1 2 rəqəmli ədəddir. 18-i 18-ə vuranda axırı 24-dən qutarır. Beləliklə, A-mız 3-dür, B-miz 8-dir. Bunların da cəmi 11 edir. Getdi. Ondan sonra baxırıq 24-cü suala. Hansı ədədi öz-özünə toplayanda 8 edir? 4-dür. A-mız 4-dür, B-miz də avtomatik 3 olur. 4-ü 3-ə vuranda 12 edir. Bizdən B-ni soruşursa, cavab 3-dür. Baxırıq 25-ci suala. 25-də birinci növbədə C-ni necə taparıq? C burada 1-dir. Çünki 2 dənə 2 rəqəmli ədəd toplayanda deməli, əgər burada yeni bir ədəd yaranıbsa, daha doğrusu vurubsa, yox, 2 rəqəmli ədəd burada bir-birinə vurub daha doğrusu. A-la B-nin cəmi 9-dur, yazıram bura. A-la B-nin cəmi 9-dur. A-nı B-yə vurubdur, sonu 0-la qutarıbdır. Belə ədədlər hansı ədədlərdir? 4 ilə 5-dir də. Çünki 4 ilə 5-i toplayanda 9 eləyir, 4-ü 5-ə vuranda axırı 0-la qutarır. Başqa elə bir ədəd yoxdur ki, məsələn 8 ilə 1 var, amma hasilləri 0-la qutarmır. Cəmləri 9 olan ədədlər hansılardır? 1, 8, 2, 7, 3, 6, 4, 5. Bunlardan yalnız 4-ü 5-ə vuranda sonu 0-la qutarır. Beləliklə A-mız 4, B-miz 5, C-miz də 2-dir. Bunların da cəmi 11 edir. Yəni B variantı. 26-cı sual. A-la B-nin cəmi 7-dir. Buradan A-nı tapmaq olar. A bıraq B bərabərdir A yazıbsa, A burada B-ni tapmaq olar. B burada 1-dir. Çünki 1-i nəyəsə vuranda həmişə həmin ədədin özü eləyir. Tutaq ki, A 7-dirsə, 7-ni 1-ə vuranda 7 və s. B 1-dir, A da 6-dır. Cəmləri 7, hasilləri də ki 6-dır. Deməli, buradan da A-nın qiyməti 6 olacaq. 27-yə baxırıq. 27-ci sualda 2 ədəddir, hasilləri A-la B-nin hasili 45, A-la C-nin hasili 54-dür. Bunların ikisində də ortaq vuruq A hərfidir də. Həm 45-ə, həm də 54-ə bölünən ədəd hansıdır? 9-dur. İkisinə də tam şəkildə bölünür də. Yəni, söhbət bir rəqəmli ədəddən gedir. Məsələn, 15 fikirləşə bilərsiniz ki, 3 də var. Tutaq ki, A-ya 3 versəz, gələk B 15 olsun da, 2 rəqəmli ədəd olsun. A 9, B 6 yoxlaya bilərsiniz. B 5, təzədən A 9, C də 6-dır. Beləliklə, A 9-dur, B 5-dir, C də 6-dır. Bunları da toplayanda 20 eləyir. Yəni, ortaq vuruq seçdik, yenə deyirəm. Birinci növbədə bu ədədlər üçün ortaq vuruq təyin elədik. A-la B-nin hasili 45, A-la C-nin hasili 54-dür. İkisində də ortaq vuruq olacaq A hərfi. A elə bir vuruqdur ki, həm 45-ə, həm də 54-ə bölünsün. Bu da 9-dur. A 9-sa B avtomatik 6, C də 5 olur. 28-ə baxırıq. 28-ci sual. Hansı ədədlər bir-birinə vuranda 70 gedir? Ancaq 9 ilə 8-i. İndi hansının 9, hansının 8 olduğunu bilməkdə söhbət bir rəqəmli ədəddən gedir. Amma toplananların yerini dəyişəndə zaten cəm dəyişmir. Fərqi yoxdur, hansı 9, hansı 8 olur. Sonra 29-cu suala baxırıq. 29-cu sualda A-nı B-yə vurub yenə B yazıbdır. Buradan B-ləri ixtisar aparsaq, A-nın yenə 1 olduğunu tapırıq. Çünki 1-i nəyəsə vuranda həmişə digər ədədin özü eləyir də. A-nı nəyə vursan, C-yə vursan C olacaq. A-nı məsələn D-yə vursan D olacaq. O zaman buradan A-nın qiyməti 1-ə bərabərdir. A 1-dirsə, buradan da B-ni asanlıqla tapırıq, 7-dir. Birin üstünə 7 gələndə 8-dir. Cavab 7. 30-cu sual. 30-da yeganə ədəd 2-dir ki, deməli, həm onu öz-özünə vuranda, həm də toplayanda eyni bir ədəd olur. Baxın, 2 vur 2, 4 eləyir, 2 üstə gəl 2, 4 eləyir. Başqa elə bir ədəd yoxdur. Hasili ilə cəmi eyni ədəd olsun. Bir də 0 var. 0-ı 0-a vuranda 0 eləyir, 0-ın üstünə 0 gələndə 0 eləyir. 0 da olsa da gərək bütün hərflər bir-birinə bərabər olsun. Deməli, A-mız 2, B-miz 4-dür. A-mız 2, B-miz 4-dür. Hasilləri və cəmləri 4 ilə. Beləliklə, B-ni istəyirsə, cavab 4-dür. D variantı. Baxırıq 31-ci suala. 31-ci sualda maksimum A-nı istəyir. A-ya maksimum biz 3 verərik. Çünki 3-ü 3-ə vuranda 9 eləyir. Tutaq ki, A-ya 4 versəz 2 rəqəmli ədəd olur.
Deməli, A-nın maksimum qiyməti 3, cavab C-dir. Burada A-ya minimum istəyir. Məsələn, A-ya 1 versək, burada biz nə baş verər? A ilə B bir-birinə bərabər olar. Biri 1-ə vuranda 1-ə eləyir. Deməli, burada A-ya minimum 2 verər. 2-ni 2-yə vuranda 4 eləyir. Düzgün cavab B-dir. Yəni, əgər 1 versəydik, A ilə B bir-birinə bərabər olardı. Ondan sonra 33-cü suala baxırıq. 33-cü sualda, deməli, A-nı A-ya vurubdur, B yazıbdır. A-nı da A-nı toplayıbdır, C yazıbdır. Aha, yenə biz A-ya burada, məsələn, 1 verə bilmərik də. Əgər biz burada A-ya 2 versək, onda B-də 4 olur, C-də 4 olur. Bir-birlərinə bərabər olurlar da. A-ya 3-dən də yuxarı qiymət B ilə C bərabər olur bir-birinə. A-ya 3-dən yuxarı qiymət versək, tutaq ki 4. Onda burada 2 rəqəmli ədəd yaranır, B 1 rəqəmli ədəd daxil. Deməli, A-ya biz maksimum 3 verə bilərik. A 3 olanda B 9 olur, C-də 6 olur. Görürsünüz, bütün hərflər bir-birindən fərqli oldu. A 3, B 9, C 6. Düzgün cavab 18-dir. Əgər yenə deyirəm, A-ya 2 versəydik, burada C ilə B bir-birinə bərabər olardı. İkisi də 4 olardı. Növbəti suala baxırıq. 34. A-nı A-ya vurub axırı 5 ilə tutarıq. Belə ədəd hansıdır? Öz-özünə vuranda axırı 5 ilə tutarıq. 5-dir də. 5-i 5-ə vuranda 25 edir. Hansı ədəd öz-özünə vuranda axırı 4 ilə tutar, amma yadda da versin. 2 qoysaydıq, burada bir rəqəmli ədəd olardı da. B deməli 8-dir. 8-i 8-ə vuranda 64 edir. Beləliklə A5, B də 8-dir. Bunları toplayanda 13 edir cavab. 35-ə baxırıq birinci hissədən. Hansı ədədin kvadratı özündən qutarır? 10-un kvadratı. Bax, cavabla da tapa bilərsiniz. Məsələn, A variantını yoxlasaq, 10-u 10-a vuranda neçə edir? 100 edir. Baxın, A-lar 1, B-lər də 0-dır. O birləri qoysaz ödəməyəcək. Tutaq ki, 11-i ümumiyyətlə götürmək olar. Olmaz. Çünki A ilə B-nin rəqəmləri eynidir. 15-15-ə vuranda tutaq ki, 225 edir. Burada B-lər bərabər olmur. 16 götürsəz, 16-nın kvadratı 256 edir. Yenə bərabər olmur. 20 götürsəz, 20 də götürsəz, o zaman 20-ni 20-yə vuranda 400 olur. Burada A2, burada 4 ola bilməz də. Eyni rəqəm olmalıdır. Düzgün cavab A-dır. İkinci hissədən baxırıq birinci suala. Burada axırda sonda n ilə elin hasilini istəyir. Yenə deyirəm, 2 dənə hansı ədədi öz-özünə vuranda axırı özündən qutarır? 6 ilə 5-i. Yəni 5-i 5-ə vuranda axırı 5-dən qutarır. Bir də 6-nı 6-ya vuranda axırı özündən qutarır. Burada bir fikirləşməli deyil də. 1 versək, m-ni, əgər biz buranı 1 götürsək, onda burada m-n ədədi olmalıydı, eyni ədəd olmalıydı. Deməli, n ilə eldən biri 5, biri də 6-dır. Hansının 5, hansının 6 olduğunu dəqiq bilmirik. Ehtiyac da yoxdur. Axırda bizdən hasillərini istəyirəmsiz. Buradakı hərflərdə tapmağa ehtiyac yoxdur. Deməli, biri 5-dir, biri 6-dır. Onların da hasili 30 edir. Qrupların yerini dəyişəndə hasil dəyişmir. İkinci suala baxırıq. Hansı ədədi öz-özünə vuranda axırı 9-dan qutarır? 3-lə 7-dir. Əgər biz B-ni 3 götürsək, 119 3-ə tam bölünməyəcək. B-ni biz o zaman 7 götürsək, 119-u 7-yə böləndə A-nı tapa bilərik. 119-u 7-yə böləndə 17 edir. Beləliklə A-nın qiyməti 1-dir. Deməli, indi burada da biz D-nin qiymətini tapa bilərik. Hansı rəqəmi öz-özünə vuranda axırı 1 ilə qutarır? Eyni rəqəmlə qutarır 1-i. D-miz 1-dir, C də buradan 2-dir. 2-ni 1-ə vuranda 21 edir. Beləliklə B-nin qiyməti 7-dir, C-nin qiyməti 2-dir. Bunlar da bir-birinə vuranda 14-dür. Burada amma bir cüzi səhvliyi olub, onu da deyim sizə. A-nın D-ni eyni rəqəm verirlər. Əslində bütün suallarda fərqli götürürlərsə, A-nın D fərqli olmalıydı. Amma nəticəyə təsir eləmir. Düzgün cavab 14-dür. B7, C2. Üçüncü suala baxırıq. Üçüncü sualda əvvəlcə A-nı tapmaq olar. Nəyi 3-ə vuranda 3 eləyir? 1-i. A 1-dirsə, buradan yerinə qoyub B-ni tapırıq. 3-dən nə çıxanda 1 eləyir? 2. B 2-dirsə, D avtomatik 6 olur. 2-ni 3-ə vuranda 6 olur. D 6-dır, B 2-dirsə, 6-dan nə çıxanda 2 eləyir? 4. Beləliklə, C-ni istəyirsə, cavab 4, D variantı. Dördüncü sualda da eyni sualdandır, eyni tipdir. Əvvəlcə biz birinci növbədə K-nı tapa bilərik. 4-ü 1-ə vuranda 4 eləyir. Əgər K-mız bizim 1-dirsə, elimiz 2-dir. 3-dən 2 çıxanda 1 eləyir. Əgər elimiz 2-dirsə, 2-ni 4-ə vuranda 8 eləyir. M 8-dir. El 2-dir. 8-dən nə çıxanda 2 eləyir? 6. N 6-dır. 5-ci suala baxırıq. 5-ci sualda burada rəqəmləri tamamlayırıq əvvəlcə. 7-nin üstünə nə gələndə axırı 1-dən tutarır? 4. Deməli, A-mız 4-dür. C-miz 3-dür. 3-ün üstünə 6 gələndə 9, 1 yadda gələndə 10 eləyir. C-ni də tapdıq 3-dür. İndi artıq biz bu ədədi tapa bilərik. A 8B ədədini, deməli, A-nın da qiyməti burada neçə idi? 4 idi. A 8B ədədini 7-yə vurub, alıb 3374 ədədini.
İndi buradan da deməli B-nin də qiyməti neçə olar? 7-ni nəyə 7-yə vuranda axırı 4-dən qutarır 2-ni? B də 2-dir. Baxın, bütün rəqəmləri burada tapmış olduq. Deməli, A-mız bizim 4-dür. 4-82-ni vurub 27-yə və yekunda belə bir cavab alıbdır. Deməli, bizdə A 4 oldu, B-miz bizim 2 oldu, C-miz bizim neçə oldu? 3. Burada da birinci vurma əməlini yerinə yetiririk. 2-ni 3 alıranda 6, 4-ün üstünə 6 gələndə 10 olur cavab. Yəni D variantı. 5-ci sualda izah elədim. 6-cı suala baxırıq. 6-cı sualda əvvəlcə hərfləri tamamlayırıq. 2-nin üzərində nə gələndə 5 eləyir? 3. A-mız 3-dür. A-mız 3-dürsə B-miz avtomatik 4-dür. İndi aparıb yerinə qoysaq, A-nın yerinə 3, B-nin yerinə 4 qoysaq, 3-ü 4-ə vuranda neçə edir? 12. Beləliklə, C-nin qiyməti 2-dir. A-mız 3, B-miz 4, C-miz də 2-dir. Buradakı rəqəmlər də toplayanda 9, D variantı olur cavab. 7-ci suala baxırıq. 7-ci sualda, deməli, biz əvvəlcə burada 34-dən vuruqları tapmaq olar. 34-ün vuruqları, elə bil AB-ni vurub burada C-yə vurub 34 olubdur. Bunu iki cür yanaşa bilərik. Ya AB-yə 17-2 götürə bilərik, ya da 34-dən 1 götürə bilərik. Əgər biz AB-yə 34 götürsək, məsəl üçün, indi 4-ü nəyə vuranda axı 2-dən qutarır? 3-ə. 34-ü 3-ə vursaq, o da 102 eləyir, düz gəlir. C-yə də 1 qoysaq, burada heç bir ziddiyyət olmur. Yəni, A-mız olur 3. Burada deməli, D ilə A bərabər olur. Şərtə ziddir. D ilə A bərabər olur. Məsələn, bir də 34-ü 8-ə vuranda da axı 2-dən qutarır. Amma orada 272 eləyir, 34-ü vuranda. Orta rəqəm 0 olmur. Beləliklə, biz 34-dən 2 yox, 17-dən 2. 34-dən 1 yox, 17-dən 2 götürəcəyik. 17-ni 2-yə vuranda 34. Onda 17-ni nəyə vuranda axı 2-dən qutarır? 6-ya. Baxın, 17-ni 6-ya vuranda 102 eləyir. 17-ni 2-yə vuranda 34 edir. Tam şəkildə uyğun gəlir. A1, B7, C2. Düzgün cavab olacaq. Deməli, və D-ni də istəyir. D-də 6-dır. Düzgün cavab 16 olacaq. Yəni, C variantı. 8-ci sual. Nəyi 3-ə vuranda axırı özündən qutarır? 5-i. 5-i 3-ə vuranda 15 edir də. Ümumiyyətlə, 5 rəqəmini, yeganə rəqəmdir ki, bütün tək rəqəmlərə vuranda axırı özündən qutarır. 1-ə vuranda axırı özündən qutarır. 3-ə vuranda axırı özündən qutarır. 5-ə vuranda axırı özündən qutarır, 7-yə vuranda axırı özündən qutarır. Tək ədədlərə, cütlərə vuranda isə axırı 0-dan qutarır, yadda qalsın. 5-i cütlərə vuranda axırı 0-dan qutarır. İndi gəlin o biri rəqəmləri tapaq. C-ni tapdıq 5, buradan B-də 2 olacaq. 2-ni 3-ə vuranda 6, 1 yadda gələndə 7 edir. Onda A-mız da 1-dir. 3-ü 1-ə vuranda 3 edir. Beləliklə A1, B2, C5-dir. Bir-birinə vuranda 10 edir cavab. 9-cu suala baxırıq. 9-da əvvəlcə Y-ni tapmaq olar. 9-un üstünə nə gələndə 16 eləyir? 7. Beləliklə, Y-miz bizim 7-dir. Y-miz əgər bizim 7-dirsə, o zaman biz 470 ədədini 2-yə bölüb ABC-ni tapa bilərik. Çünki vurmanın qaydası necə gedir? Elə bil ki, baxın, açıq yazıram. ABC-ni vurub D-yə sağdan vururuq da, 940 alıbdır. ABC-ni 2-yə vurub nə alıbdır? ABC-ni 2-yə vurub 470 alıbdır. Beləliklə, ABC-ni buradan tapmaq üçün 472-yə bölərik, o da 235 eləyir. Deməli, ABC-miz 235-dir. Təzədən 940-ı 235-ə bölüb D-ni tapa bilərik. Deməli, D-ni tapmaq üçün 940-ı 235-ə böləcəksiniz, o da 4 dəfə düşür. Yəni, D-miz bizim 4-dür. D-miz 4, Y-yə də 7 tapdıq, bunları da toplayanda 11 eləyir cavab. 10-cu suala baxırıq. 10-cu sual. 10-cu sualda əvvəlcə 992-ni 8-ə bölüb AB ədədini tapa bilərik asanlıqla. Çünki 1 AB-ni 8-ə vurub 992 olub. Bu da eləyir 124. Deməli, bura tapdıq 2-4. A-nı verib özü. C-ni də tapanda buranı tamamlayırıq. 9-un üstünə 2 gələndə 11 eləyir. 4-ü nəyə vuranda axırı 2-dən qutarır? Ya 3-ə ya da 8-ə. Burada da 124-ü ilə 3-ə vuranda axırı 2-dən qutarır. Deməli, A-mız bizim 2-dir, B-miz bizim 4, C-miz bizim 3-dür. Bunlar da toplayanda 9 edir. Amma burada dediyim kimi C 8-də ola bilərdi. Çünki 124-ü 8-ə vuranda axırı 2-dən qutarır və o da eləyir 900, deməli 124-ü 8-ə vuranda, yəni 4 rəqəmli ədəd eləmir də, 992 eləyir. Amma əgər C-ni versəydi, bu 2 üstə gəl, 4 üstə gəl, 8, 14 yoxdur variantlarda. Yəni C-ni 3 kimi götürüblər, bunların da cəmi 9 eləyir, D variantı. 11-ci sual. Yenə birinci A, Y-i tapa bilərik. A, Y-i tapmaq üçün 560-ı 5-ə böləcəyik.
O da 112 edir. Beləliklə A1 Y-də 2-dir. Təzədən deməli biz buranı tamamlayıb digər hərfləri tapa bilərik. 6-nın üstünə gələndə 0 eləyir 4. Y-imiz də bizim 2-dir. Beləliklə Y-dən T-nin cəmini istəyir. Y-imiz oldu 2, T-miz də oldu 4. Bunları da toplayanda 6 edir. Yəni B variantı. 12-ci suala baxırıq. 12-də buranı tamamlaya bilərik. 3 vuranda 9 eləyir. Burada da A-nın qiyməti nəyə 3 vuranda axı 6-dan qutarır 2-ni. Deməli A-mız bizim 2-dir. A-mız bizim 2-dir. İndi 2-ni nəyə vuranda 8 eləyir 4-ə. B-miz də bizim 4-dür. Beləliklə A-mız 2, B-miz də bizim 4. Bunları toplayanda 6 edir. Düzgün cavab D variantıdır. 13-ə baxırıq. Nəyin öz-özünə vuranda axı 4-dən qutarır? 2 ilə 8-i. Əgər biz B-yə 8, 2 versək, 212-ni 2-yə vursaq, 424 edir. Burada 4 rəqəmli ədəd yox, 3 rəqəmli ədəd olur. Beləliklə, B-nin qiyməti 8-dir. İndi 218-i 8-ə vurub, buranı tamamlaya bilərdik. Amma ehtiyac yoxdur o qədər də. Çünki sonra bizdən A-nı istəsə, A-nı 8-ə vurub 4 alıbdır. Hansı ədədi 8-ə vuranda axırı 4-dən qutarır? 3-ü. 8-ə vuranda axırı 24 edir də. Beləliklə, A-mız 3, B-miz də 8-dir. Bunların da cəmi 11 edir. Sonra baxırıq 14-cü suala. 14-cü sualda deməli biz tamamlama apara bilərik. Bura 7-dir. Çünki 7 üstünə 5 gələndə 12 edir. Bura 2-dir. Çünki 6 üstünə 2 gələndə 8, 1 yadda gələndə 9. Burada 3-dür. 3-ün üstünə 5 gələndə 8 eləyir. Burada 5-dir. Artıq biz x, y, x, x-i tapa bilərik. X tapa bilərik. Yəni 3675-i bu 7-yə bölməklə ədədi rahatlıqla tapa bilərik. Bu da 5, 2, 7, 5, 525 edir. Beləliklə, x-imiz bizim 5-dir, y-imiz 2-dir. Bunların da cəmi 7 edir. Gəldik 15-ci suala. 15-ci sualda deməli, burada biz B-ni tapa bilərik çox asanlıqla. 346-nı 8-ə vurub B-ni tapa bilərik. 346-nı da 8-ə vuranda 48, 6, sonra 7, 24 ücətdə və bu da eləyir 2 eləyir. Yəni B-miz 2-dir, 2768 eləyir. B-miz 2-dir, nəyi 6-ya vuranda axırı 6-dan qutarır? Əslində 6-da ola bilər. Sadəcə 346-nı 6-ya vursaq, burada 4 rəqəmli ədəd olardı. 3 rəqəmli ədəd durur. Ona görə A-mız bizim 1 olacaq. 346-nı 1-ə vuranda axırı 6-dan qutarır. Həm də 346 ədədin özü yaranır. Beləliklə A-mız 1, B-miz 2, C-miz də 3-dür. Bu ədədlərin də cəmi 6, D variantı eləyir. 16-cı sual. 969-u 3-ə bölməklə bu ədədi tapa bilərik. Çünki x, y, x-i 3-ə vurub 969 alıbdır. Buradan da x, y, x-i tapmaq üçün 969-u 3-ə böləcək. O da 323 edir. İndi bura 323-dür. 3-ü nəyə vuranda axırı 3-lə qutarır? Yalnız bir dənə də vuranda. 3-ə 1-ə vuranda axırı 3-lə qutarır. Beləliklə, z-imiz də 1-dir. X-imiz 3, y-imiz 2, z-imiz də 1-dir. Bunların da cəmi 6 A variantı eləyəcək. 17-ci sual. 17-ci sualda burada tamamlayaq əvvəlcə. Bura 5 düşür, bura 2 düşür. Bura 5 üstünə 9 gələndə 14-də. Bura 8 düşür, 8 üstünə 3 gələndə 11, 1 yadda alanda 2 olur. Yəni, belə deyək də, KLM-i vurubdur N-ə, 852 alıbdır. KLM-i vurubdur M-ə, 639 alınıbdır. Hər ikisinə bölünən 3 rəqəmli ədədi axtarsaq, belə ədəd, deməli 200, 639-u əslində ikisini də sadə vuruqlara ayırıb tapmaq olar. İkisini də 3-ə bölsəz, 3-ə bölürlər də, burada 213 qalır. Baxın, 852-ni də indi 3-ə bölsək, birinci 2-yə bölək 852-ni, deməli, burada daha doğrusu 13 edir, düzdür. 852-ni 2-yə böləndə 426 edir. Təzədən 426-ni 2-yə böləndə 213 olur. Görürsünüz, ikisində də ortaq vuruq 213-dür. KLM də ortaq vuruq daxı, ikisində də var. Deməli, KLM 213-dür. Onda M 4-dür. 213-ü 4-ə vuranda 852 edir. M də 3-dür. İndi aparıb yerinə qoyuruq. Elə 1 tapdıq, N-ə də 4 tapdıq. 1 ilə də 4-ü toplayanda cavab 5 edir. Yəni, E variantı. Baxırıq sonra 18-ci suala. 18-ci sualda deməli A-nı vurub 61-ə, axırı 7-lə qutarıbdır. Və deməli burada biz
Deməli, üstünə də A-nı vurub 61-ə, üstünə 8 gəlir, BB 7 eləyib. Yəni, axırı 7 ilə qutaran ədəd tapmalıyıq. İndi fikirləşməliyik ki, A-nı hansı rəqəm 1-ə vurub, üstünə 8 gələndə 7 eləyir, 9-u. 9-u 1-ə vuranda 9 eləyir, üstünə 8 gələndə axırı 7 ilə qutarır. Beləliklə, A-mız bizim 9-dur. Ədədi tapmaq üçün 9-u vuracağıq 61-ə və üstünə 8 gələcəyik. Bu da eləyir 557 eləyir. Beləliklə, BB-miz bizim 5-dir, A-mız da 9-dur. 5-i də 9-a vuranda düzgün cavab 45 eləyir. Yəni, B variantı. 19-a baxırıq. 19-cu sualda əvvəlcə 105-dən biri çıxıb, yəni belə yaza bilərik də, 2A vurulsun B bərabərdir, üstə gəl 1 bərabərdir 105. 105-dən də 1 çıxanda 104 eləyir. Yəni, 2A vurulsun B 104-ə bərabərdir. İndi, hansı ədədi 2 ilə başlayaq? Yəni, 104-ü yenə sadə vuruqlara ayırıb ədədi tapa bilərsiniz. 2-yə böləndə 52 eləyir, 2-yə böləndə 26 eləyir. Bax, buradan artıq tapa bilərsiniz. Yəni, 2 ilə başlayan 2 rəqəmin ədəd hansıdır? 26. İndi 26-nı nəyə vuranda 104 eləyir? 4-ə. Beləliklə, A-mız bizim 6-dır, B-miz də bizim 4-dür. Bunların da cəmi 10 eləyir, A variantı. Gəldik, növbəti suala baxırıq. Növbəti sualda 9-u deməli, nəyə vuranda axırı 7 ilə qutarır? 3-ə. B-miz bizim 3-dür. İndi A da elə bir rəqəm olmalıdır ki, bax 200, elə bir 2A 9-u 3-ə vurmuşuq, 7A 7 almışıq. A-lar eyni bir rəqəm olmalıdır. A da burada 4 olanda ancaq ödəyir. Çünki 249-u 3-ə vuranda 747 eləyir. Aydındırmı? A-lar bir-birinə bərabər olur da. Beləliklə A4, B də 3-dür. 4-ü 3-ə vuranda 12 eləyir cavab. O da A variantıdır. 21-ci sualda 7-ni vurmuşuq B5-ə, üstünə 3 gəlmişik, 248 almışıq. Buradan da 248-dən 3 çıxanda 245 qalır. İndi 7-ni hansı ədədə vuranda, yəni 245-i 7-yə bölüb tapa bilərik əslində. Deməli, burada A ədəddir, daha doğrusu 4 yazdım çalışıb A-dır. İndi 7-ni 5-ə vurub axırı 5 ilə qutarıbdır. B elə bir rəqəm olmalıdır ki, 7-yə vuranda 200 neçə eləsində. B-yə burada məsələn ancaq 3 verə bilərik. Tutaq ki, B-yə 4 versək, 45-i 7-yə vuranda 315 edir. Yəni 3 ilə başlayan ədəd yaranır da. B ancaq 3 ola bilər, 2 də ola bilməz. 25-i 7-yə vuranda 175 edir. Deməli, B ancaq 3 ola bilər. 35-i 7-yə vuranda 245 edir. A-dakı buradan, deməli, A-dakı oldu, 245 oldu. Yəni, burada da A 4 olur. Yəni, 4-dən 4 çıxanda 0 qalır. A 4-dür və B-dəki 3-dür. Deməli, beləliklə düzgün cavab A-nın qiymətini istəyirsə 4-dür. B-ni istəsə 3 olardı. Bu adı çubuqlu bölmədir. Burada bölürəm bu ədədi. İndi bunu buna böləndə, burada əgər 3-ü 3-ə böləndə neçə dəfə düşür? Bir dəfə düşür də, 3-ün içində 3 bir dəfədir. Beləliklə, A-nın asanlıqla 1 olduğunu tapırıq. Sonra 23. Bu tip suallarda bu A böyükdür, bərabərdir, onu deməkdir ki, yəni bu ədədlər 2 rəqəmli ədəddə, əslində bir rəqəmli kimi yazılır, amma 2 rəqəmli ədədlərdən söhbət gedir. Yəni ondan böyük bərabər ən azı 10 2 rəqəmli ədəd deməkdir. Ona görə bu şərti verir. Burada ən yaxşısı qiymət verməkdir. Qiymət verəndə həmişə ortaya qiymət verirsiniz. Baxın, C-yə elə bir qiymət verməlisiniz ki, qalıqdan böyük olsun da, minimum çalışın qiymət verin, C-yə 2 verin. C-yə 2 versəz, B avtomatik 7 olacaq. 2-ni 3, nə istəsəz versəz, axırda cavab eyni olur. Sadəcə minimum istəsəz rahat olur, 7 eləyir. Yenə burada B-yə tutaq ki, 3 verək, C-yə çünki 2 vermişik də, fərqli rəqəm verək. A 7 olacaq, bax istəsəz B-yə 4 verək, yenə fərqli rəqəm olsun. A olacaq 9. Nə istəsəz vermək olar. A burada ondan böyük ədəd veribdir. Lap B-yə məsələn, biraz da böyük qiymət verək, 6 verək. Onda A olacaq 13. Yəni 2-ni 6-ya vurub, üstünə 1 gələcəksiniz. Beləliklə, A-mız bizim 13-dür. 13-ü də 6-ya böləndə 2 dəfə düşür, qalıq 1 düşür. İstənilən bizdən B-yə biz qiymət vermişdik, üzr istəyirəm. B-yə biz qiymət vermişdik, təzədən qiymət verməyə ehtiyac yoxdur. Tapmışdıq da B-nin qiymətini. C-yə burada 2-dən böyük qiymət 2 verdik, 1-dən böyük. B-ni tapanda 2 3-ə vurduq, üstünə 1 gəldik, oldu 7. B 7-dirsə, A-nı avtomatik necə taparıq? 2-ni 7-yə vurub, üstünə 1 gələrik, A dolar 15. İndi 15-i 6-ya böləcəksiniz, 2 dəfə düşür. Qalıq da nə düşür? 3. Bizdən qalıq istəyir də, cavab 3-dür. Yəni, fərqi yoxdur. İstənilən bir qiymət verin, fərq eləməz. Yenə də cavab 3 alacaqsınız.
Məsələn, gəlin başqa qiymət verək. Tutaq ki, C-yə 1-dən böyük 4 verək məsələn. Və onda olacaq avtomatik 4 vuraq 3 üstə gəl 1, 13. 13-ü 2-yə vurub üstünə 1 gələndə A da olacaq 27. Yenə də 27-ni 6-ya bölsəniz 4 dəfə düşür, qalıq 3 düşür. Yenə də qalıq dəyişmir ki, ikisində də eyni cavab alınır. 24. 24-də də yenə qiymət verəcəksiniz. Burada minimum qiymət verək, çalışaq. Nə istəsəz verə bilərsiniz. B-yə minimum 1 verək, A-ya da tutaq ki 3 verək. Deməli, özünüzdən qiymət verməklə tapmaq olur. M-ni tapanda 1-i vururuq 11-ə, üstünə 10 gəlirik, olur 21. A-nı da tapanda, K-ı da tapanda 3-ü vururuq 11-ə, üstünə 6 gəlirik, olur 39. Aparırıq yerinə yazırıq. K-ı 39, M-in 21-dir. 39-dan 21 çıxanda 18 qalır. 18-i 11-ə böləndə bir dəfə düşür, qalıq 7-dir. Düzgün cavab C variantı olacaq. Baxırıq 25-ci suala. 25-ci sualda əvəzləmə üsulundan tapmaq olur. İzah edirəm. Deməli, buradan A-nın qiyməti nəyə bərabərdir? A-nın qiyməti BC, B vurulsun C, üstə gələk, D üstə gəl 1-dir. B-nin qiymətini də, Y-nin də qiymətini tapanda B-ni vururuq C çıxaq 1-ə, yəni BC çıxılsın B, B-yə bərabər olur. B-ni vuranda C-yə BC, 1-ə də vuranda C olur. İndi biz aparıb yerinə qoyaq. A-nın yerinə bax bu ifadəni yazaq. BC üstə gələk, D üstə gəl 1. B-ni olduğu kimi saxlayaq. Y-nin əvəzinə bu ifadəni yazaq. Burada da çıxdısa işarələr mənfi olur da. Çıx BC. 2 dənə mənfi olanda bax çıx BC, çıx B-dir də burada. 2 mənfi müsbət verir. Ona görə üstə gəl B yazırıq. Çıx D-ni də olduğu kimi yazaq. Buradan da BC-lər islah gedir, B-lər islah gedir, D-lər islah gedir. Sıfıra çevrilirdən əks ədədlərdir. B-dən B, mənfi B ilə B-ni toplayanda 0, BC-dən BC çıxanda 0, D-dən D çıxanda 0. Beləliklə, yalnız 1 qalır burada. Doğru cavab B-dir. 26-cı sual. 26-cı sualda da yenə qiymət qoyaraq tapa bilərik. K yazıb ki, 9-dan böyükdür. Tutaq ki, K-ya 10 verək. Məsələn, K-ya burada da 10 verək. K-ya 10 versək, N avtomatik neçə olur? 1 düşür da. 10-u 7-yə böləndə 1, qalıq 3 düşür. N burada 1-dirsə, indi 15-i də böləndə 2-yə, yəni 10-un üstünə 5 gələndə 15, 1-in üstünə 1 gələndə 2, 15-i 2-yə böləndə 7, qalıq 1 düşür. M-in qiyməti 1-dir. İstənilən qiymət versəz, yenə də cavab 1 alacaqsınız. 27, yenə qiymət verək. Bayaqki, bax, bu sualdakı kimidir. 1 ilə 3 vermişdik. Yenə 1 ilə 3 verək. Bura 1 verəndə ZT 13 olur. Yəni 8-i 1-ə vurub üstünə 5 gəlirik. X, Y-də bərabər olur. 8-i 3-ə vurub üstünə 3 gəlirsiniz. O da 27 edir. İndi aparaq yerinə qoyaq. 1-ə 27, 1-ə 13-dür. 27-dən 13 çıxanda 14 qalır. 14-ü də 8-ə böləndə bir dəfə düşür, qalıq 6 düşür. Düzgün cavab 6-dır. 28. 28-ci suala baxırıq. 28-ci sualda L ilə M-in nisbətini soruşub. Yəni, belə yazılıb da. Bunu mən yan-yana etsəm görəcəksiniz. 108 bölək L bərabərdir 13. Qalıq da M. Biz də deməli, baxın burada 108-i 13-ə bölüb əvvəlcə L-i tapa bilərik. L-i tapmaq üçün 108-i 13-ə bölə bilərik. 108-i 13-ə bölsəz, deməli, neçə dəfə düşür burada? 7, 8 dəfə düşür, qalıq da 4-dür. Beləliklə, burada L 8-dir, qalıq da 4-dür. Bizdən də bunların nisbətini istəyir. Deməli, 8-i 4-ə böləndə cavab 2 eləyir, yəni B variantı. Sonra 29. 29 yenə əvəzləmə üsulundan yazacağıq. A-nın yerinə belə yaza bilərik. B-ni C-yə vuranda BC, B-ni 2-yə vuranda 2B, üstə gələk D-2 eləyir. Sonra buradan Y-ni tapanda B-ni 1-ə vuranda B eləyir, C-yə vuranda BC eləyir, üstünə də 3 gəlirik. İndi aparıb bu ifadədə yerinə qoysaq, B-ni olduğu kimi yaza bilərik. D-nin əvəzinə, indi mən D-ni buradan əvəzləyəcəm. Bax, bu birincidə var. Birincidə D-ni əvəzləsəm, belə yaza bilərəm də, A çıxılsın, BC, bu ifadədən soldan sağı çıxıranda işarələr dəyişir. Çıxılsın 2B, üstə gəlinsin 2. Bax, D-nin əvəzinə bu ifadəni qoyacam. A çıxılsın, BC çıxılsın 2B, üstə gəl 2. Y-nin də əvəzinə təzdən bu ifadəni qoyacam. Üstə gəl B, üstə gəl BC, üstə gəl 3. Buradan da eyni hərflər yenə islah gedəcək. Mənfi BC ilə müsbət BC. B-dən 2B-ni çıxanda mənfi B qalır. Üstünə də B gələndə 0 eləyir. Təkcə qalacaq A və 3. 3-ün də üstünə 2 gələndə 5. A üstə gəl 5. Düzgün cavab D variantıdır. 30. 31-ci sual. 31-ci sualda yenə qiymət qoyaraq tapa bilərik. K yazıb ki, 9-dan böyükdür. Tutaq ki, K-ya 10 verək. Məsələn, K-ya 10 versək, 9-ü 4-ə bölək.
Yəni əvəzləmə üsulundan tapırıq. 30-cu sual. Vurmanın yeni əlamətindən istifadə edirik. Burada əvvəlcə deməli nəyi tapmaq olar? Burada B burada 2 dənə qiymət ala bilər, 1 ilə 2 ala bilər. Burada məsələn B-yə biz ancaq 2 verə bilərik ki, 360-ı 2-yə vuranda 700 neçə edir də. Deməli A-da 0 olar. 365-i 2-yə vuranda 730 edir. Beləliklə A ilə B-ni rahat tapa bilərik. C-ni də tapanda artıq B-miz bizim 2-dir, A-mız bizim 5-dirsə, C-də 8 olacaq. 3-ün üstünə 5 gələndə 8 edir. Beləliklə A 5, B 2, C 8-dir. Bunları da toplayanda 15 edir. 31-ci suala baxırıq. 31-ci sualda yenə də burada tamamlama işi apara bilərikmi? Burada deməli, burada biz X-in yerinə ancaq 2 verə bilərik ki, çünki 200-ü 2-yə vuranda 400-dən başlayır da. İndi 4-ü də 3-ə vuranda neçə edir? 2 edir. Bura olur 732. Y-i də tapanda 244-ü 2-yə vurarıq. Y-i tapa bilərik. O da 488 edir. Beləliklə Y-in qiyməti 8-dir. X-in qiyməti 2, Y-in qiyməti 8-dir. Bunları da toplayanda 10 edir cavab. 32-ci suala baxırıq. 32-də yenə tamamlama işləri aparaq. Deməli, burada A-nı A-ya vurub 1 ilə başlayıbsa, nəyin kvadratı 1 ilə başlayır? Ancaq 4-ün. 4 də ola bilər, əslində 3 də ola bilər. İndi gəlin 3 qoysaq, 3-ü 6-ya vuranda 18 edir də, axırı 8 ilə qutarır. A ilə bir ədəd olmalıdır həm də. 6-ya vuranda axırı özündən qutarsın. 4 ola bilər. 4-ü 6-ya vuranda axırı 4 ilə qutarır. A 4-dürsə artıq biz burada hər bir şeyi tapırıq. Elə sadəcə 466-nı 4-ə vurmaqdan B-ni də tapa bilərik. Bu da bizə verir 24, 6, 2 yadda 18. Yəni B də olur 1800, B də olur 8. A-mız 4, B-miz 8. O da A variantını bizə verir. Yəni 12. 33-ə baxırıq. 33-cü sualda deməli, burada biz ədədləri toplananları verir əslində. A-nı belə tapa bilərik ki, 5-in üstünə 8 gələndə 13 eləyir. A-mız bizim 3-dür. A-mız bizim 3-dürsə, artıq biz 978-i 3-ə bölüb B-ni də tapa bilərik. Yəni, bu ədədi bütöv şəkildə tapa bilərik. 978-i 3-ə böləndə, deməli, 326 edir. Beləliklə, B-miz də 2-dir. A-mız bizim 3, B-miz bizim 2-dir. 3 ilə də 2-ni toplayanda 5 edir cavab. Yəni, C variantı. 34-ə baxırıq. 34-cü suala baxırıq. Deməli, 4-ü nəyə vuranda axı 8-dən qutarır? 2-yə. Deməli, A-mız bizim 2-dir. A-mız bizim 2-dir. 5-i də 4-ə vuranda, burada 6-nı 4-ə vuranda 24, 2 yadda. 5-i 4-ə vuranda 20, burada 2 yadda 22 edir. Deməli, A-mız bizim 2-dir. 4-ün üstünə nə gələndə axı 0-dan qutarır? 6. Deməli, A-mız bizim 2-dir, B-miz bizim 6-dır. C-ni də tapanda 2-nin üstünə 6 gələndə 8 eləyir. Bir yadda da alır, C 9 olur burada. Bildiniz niyə? Çünki burada 2 ilə 8 toplayanda 10 eləyir. Bir yadda verir də bura. Deməli, C də 9-dur. Düzgün cavab A-dır. Və gəldik 35-ci suala, ikinci hissədən. 35-ci sualda ABC-ni vurub Y-ə 873 yazıb. Y-ə. ABC-ni təzdən vurub X-a 3492 yazıbdır. ABC elə bir ədəd olmalıdır ki, həm 873-ə bölünən 3 rəqəmli ədəd olsun, həm də 3492-yə bölünən 3 rəqəmli ədəd olsun. Belə baxanda 873 özü 3492-yə bölünür də. Bura 873, bura 1 yaza bilərik. Bura 873, burada 4 yaza bilərik. Yəni A-mız bizim 8, B-miz 7, C-miz 3, Y-imiz 1, X-imiz də 4-dür. Bizdən də nə istəyir? Y istəyirsə cavab 1-dir. Gəldik 3-cü hissənin suallarına baxırıq. Başlayırıq 1-ci sualdan. 1-ci sualda biz A-ya elə bir rəqəm qoymadıq ki, bir-birinə vuranda 2 rəqəmli ədəd olsun. A 1 ola bilməz, çünki biri 1-ə vuranda özü eləyir, A ilə C bərabər olur. A-ya biz 2 versək, burada yenə ziddiyyət olur. 2 ilə 2-ni toplayanda 4, 2-ni 2-yə vuranda 4 olur. B ilə C müxtəlif hərflərdir, amma eyni bir ədəd ifadə edir. Bu da olmaz. A-ya yalnız 3 verə bilərik. A 3 olanda B 6 olur, C də olur 9. Əgər C-miz bizim 9-dursa, B də 6-dırsa, Y-də də 54 olur. İndi A-mız bizim 3, B-miz bizim 6, C-miz bizim 9,
D'miz bizim 4, Y'miz də bizim 5'dir. Bunlar da toplayanda 27 edir. Y variantı yəni. İkinci sualı mərtəbə toplananlar kimi yaza bilərik. Bunların açılışı belə verir də 100A üstə gələk 10A üstə gələk A. Bu da 111A verir. İndi təzədən 111A-nı A-ya böləndə A-larımız buradan ixtisar gedir. Yəni qalır 111. 111-in də üstünə 55 gələndə 166 edir. Beləliklə BAA dədi 166 olacaq. Onda A-nın qiyməti olacaq 6, B-nin də qiyməti 1-dir. Beləliklə D variantı 61 düz cavabdır. Üçüncü suala baxırıq. Üçüncü sualda maksimum R ilə M-in cəmini istəyir. Maksimum istəyirsə K-ya 8 verərik. 8-i 6-ya vuranda axırı 8 ilə qutarır da. M də yalnız bir dənə qiymət ala bilər 5. Çünki 5-i 3-ə vuranda axırı 5 ilə qutarır. Beləliklə R-in qiyməti olur 4, M-in qiyməti olur 5. 4 ilə də 5 toplayanda 9 edir. Yəni B variantı. Baxırıq 4-cü suala. 4-cü sualda biz minimum qiymət istəyirsə, bunlara minimum qiymət verməliyik. Məsələn, T-yə biz minimum, burada da hansına minimum qiymət verəcəyik? S-in daha çox qiyməti var da, vuruqları çoxdur. Ona görə S-ə minimum verəcəyik. 1 verə bilmərik, biri nəyəsə vuranda özü eləyir. S-ə 2 verərik, S-ə 2 versək, PP olur 4. İndi T-yə o zaman 3 verərik, minimum. S-də 2 olsa, K-da olur 6. Beləliklə, minimum S 2-dir, minimum P 4-dür. Bunları da toplayanda 6 edir. Əgər siz əks təqdirdə T-yə 2 versəydiniz, onda P-nin qiyməti çox böyük olacaqdı. T-yə 2 versəydiniz, S3 olsaydı K6, 3-ü 3-ə vuranda 9 edir axı. Onda P-yə minimum əvəzində maksimum verəcəkdiniz. Belə olanda 12 cavab alacaqdınız. O da səhv cavabdır. Deməli, S minimum qeyd edədiyim kimi, bayaq kimi S minimum 2 olur. Deməli, P-nin də qiyməti olur, 4 olur. Cavab 6 olacaq. 5-ci suala baxırıq. Yenə də A-ya biz burada yalnız 2 ilə 3 verə bilərik. Başqa qiymət verə bilmərik. Tutaq ki, A-ya 2 versək, 2-ni 2-yə vuranda 4 eləyir. B-yə 3 versək, D 9 olur. İndi nəyi 9-a vuranda, deməli, D 9-dur, C-miz də bizim 4-dür. 9-u 4-ə vuranda 36 edir. Beləliklə, F-in qiyməti 6 olur. Burada da cüzi səhvlik var. Y ilə B bir-birinə bərabər olub, amma nəticəyə təsir eləmir. Başqa qiymət də verə bilərsiniz. Məsələn, A-ya 3, B-yə 2 də versəz, yenə 3 olacaq. Bura 9, bura 2, 2, 4, D2, C9. Bu da 18 edir. Belə olanda, deməli, 9-u 4-ə vuranda 36 daha doğrusu. 9-u 4-də 4-də axı. Yenə də F-in qiyməti 6 olur ikisində də. Düzgün cavab olacaq. F-in qiyməti 6. İndi fikirləşərsiniz ki, bəs niyə A-ya biz 3-dən yuxarı qiymət vermədik? 4 versəz 16 olur axı, bu 2 rəqəm nədədir? Yalnız 3-dən 2 vermək olar. 1 də verəndə, biri nəyəsə vuranda həmişə özü eləyir. İndi gəldik bu suala. İndi burada K-ya biz hansı ədədi öz-özünə vuranda axır özündən qutarır? 5-dən 6-nı. K-ya ya 5 verə bilərik, ya da 6. K-ya 5 versək, bura 25 olur. Bunda M-ə də 6 verərik ki, 6-nı 6-ya vuranda axır özündən qutarır da. Öz-özünə vuranda axır özündən qutaran 5 və 6-dır. Yadda saxlayın. 1 də var, 1 olanda amma yadda vermir də. Onda N də olur, 3 olur. Əgər M bizdə 6-dır, M də 6-dırsa, 6-nı nəyə vuranda axır 6-dan qutarır? 6-ya. Yəni, və yaxud da ki, 6-nı nəyə vuranda, indi L burada 5-dirsə, 6 nəyəsə vuranda 26 eləmir də. Deməli, K-ya 5 versiyasını götürə bilmərik. Onda K-ya 6 versiyasını götürəcəyik. O zaman ödəyəcək. Gəlin baxaq. K6 olanda, 6-nı 6-ya vuranda 36 olur. B5 olanda, M5 olanda bura 25 olur. İndi M5, 5-i nəyə vuranda axırı 5-dən qutarır? 7-yə. Bax, 5-i də 7-yə vuranda L3 olurdu, 35 olur. 9 ona görə götürmürəm ki, 5-i 9-a vuranda 45 olur. L3-də axı L3 olmalıdır. Yəni, 5-i nəyə vuranda 35 eləyir? 7-yə. Deməli, T-nin qiyməti 7-dir. Baxın, burada heç bir ziddiyyət olmadı. Hər bir şey doğru şəkildə oldu. 7-ci sual yenə də ortaq vuruğu tapacağıq. AB-ni S-yə vurub 144 alıbdır. AB-ni D-yə vurubdur, 252 alıbdır. İndi AB-yə elə bir ədəd götürməliyik ki, həm 144-də, həm 252-yə bölünsün. Bunu da sadə vuruqlara ayırmaqdan görə bilərsiniz. Bax, 144-ü 2-yə böləndə 72, 72-ni 2-yə böləndə 36 olur. İndi bax, 252-də də 36-nın vuruğu olacaq. 2-yə böləndə 116 olur, 2-yə böləndə deməli 126 olur daha doğrusu. 2-yə böləndə 63, 63-ü 3-ə böləndə 21.
İndi bunlarda ortaq məxrəc olacaq. 252-ni 2-yə böləndə 126, 63, 21, 144, 72, 36. Bunlarda ortaq vuruq 36 götürə bilərik. İkisi də 36-ya bölünür. İkisi də 36-ya bölünür. Bax, burada 3 yazsaq, bax, buradakı vuruqları bir-birinə vuranda 36 edir də. 252 ədədi 36-ya bölünür. 144 də 36-ya bölünür. İkisi də 36-ya bölünürlər. Onda AB-ni 36 götürsək, C olur avtomatik 4. 36 nəyə vuranda 252 edir? 7-yə. Deməli, o AB ortaq vuruq 36-dır. AB 36-dır. C-yə də biz 4 tapdıq, D-yə də 7 tapdıq. Yəni, 36 ədədini 47-yə vuracaq. 36-nı da 47-yə vurub, deməli, düzgün cavabı tapacağıq. 36-nı da 47-yə vuranda o da eləyir 1692. Yəni, C variantı düz cavabdır. Sonra baxırıq 8-ci suala. 8-ci sualda indi nəyi 4-ə vuranda axırı 4-lə qutarır? 6-nı vuranda, 6-nı 4-ə vuranda axırı 4-lə qutarır da. İndi 386-nı 4-ə vurub tamamlaya bilərik bunu. 386-nı deməli 4-ə vuranda o da eləyəcək 1544. Bura 1544 yazsaq. İndi C avtomatik 4-dür. İndi 4-ün üstünə 8 gələndə 12. Bura 5 olur. 5-in üstünə 5 gələndə 10 edir, 11 edir o da. A-nın da qiyməti 1 olar. 1-in altına 1 düşər. Deməli, qaldı bir dənə B-nin qiymətini tapmaq. B-nin də deməli qiymətini tapmaq üçün indi nəyi 4-ə vuranda, nəyi 6-ya vuranda bu nöqtəni tapmaq üçün axırı 8 ilə qutarır 3-ü. 386-nı da 3-ə vuranda o da eləyəcək 1158. Deməli, burada da B-nin qiyməti olacaq. 1 üstünə gələk 1, 2 eləyir də. Bu 1-i buradan yazım, səli gəlir. 1-in üstünə 1 gələndə 2 eləyir. Burada bir də niyə 8 götürmürük? Fikirləşərsiniz ki, 8-i 6-ya vuranda da axırı 8-lə qutarır. Əgər siz 386-nı 6-ya vursaydınız, 2000 neçə eləyəcək də? Burada bir ədədi olmayacaqdır. Deməli, burada 3 yaza bilərik. O zaman A-mız bizim 1, B-miz 2, C-miz də bizim 4-dür. A-mız deməli A-mız bizim 1. Burada B-nin qiyməti 3 olur, üzr istəyirəm. Bax, B-nin niyə 3 olur? Çünki, baxın, 1-in üstünə 1 gələndə 2 eləyir. Bu sağdan yadda alır axı. 5-dən 5 toplayanda 10. Bura yadda verir. B-nin qiyməti 3-dür əslində. A1, 1-in üstünə 1 gələndə 2, B1 yadda alır 3, C-də 4-dür. Bunları da toplayanda 8 eləyir cavab. Baxırıq 9-cu suala. İndi burada biz əvvəlcə K-nı tapa bilərik. K-nı elə vurub, elə alıbsa, elləri ixtisar eləyəndə 1 olur. Beləliklə, K-nın qiyməti 1-dir və eyni ədədi özünün tərsinə vurub, buradakı ədədi alıbdır. Burada da deməli, biz yoxlasaq, məsələn, əgər elə 1-2 versək, 12-ni özünün tərsinə 21-ə vuranda, burada düz gəlməyəcək. 12-ni 21-ə vuranda 252 edir. Burada ümumiyyətlə 4 rəqəmli ədəd olur. Əgər 13-ü özünün tərsinə vursaq, 31-ə vursaq, yenə 3 rəqəmli ədəd olur. Yalnız biz 19-u 91-ə vuranda 4 rəqəmli ədəd olur. Məsələn, 18-i də 8-ə vursaq, axı burada 4 rəqəmli ədəddir. 18-i 81-ə vursaq, 1458 edir. 18-i də götürə bilərik. 18-i də götürə bilərik. Və 17 niyə götürür? 17 də götürmək olar. 16-dan yuxarı. 16-nı götürə bilmərik, məsələn. Bax, burada L1-dir də. 16-nı əgər biz 61-ə vursaq, 976 edir. Burada isə 4 rəqəmli ədəd yaranır. Biz indi yoxlasaq, buradakı ədədlərdən K-mız deməli 1-dir də. 17-ni 71-ə vursaq, buradakı ədəd yaranmayacaq. 17-ni 71-ə vuranda 2207 edir. Ancaq 18-i 81-ə vuranda burada düzgün cavab olur. 18-i 81-ə vuranda 1458 edir. Hamısı düz gəlir də. Bura 4-dən 5 olur. Beləliklə, K-nı tapmışıq 1. L-də 8 olacaq. Düzgün cavab 8-dir. L istəyir. 10-cu suala baxırıq. 10-cu sual bölmənin əlamətidir. Buradan B-ni 2-yə vurubdur, 6 alınıbdır. Buradan B-ni asanlıqla tapa bilərik. 3-ü 2-yə vuranda 6 eləyir. Artıq A ədədini də tapmaq çox asan olacaq. Sadəcə 233-ü 3-ə vurub A-nı tapacağıq. 233-ü də 3-ə vuranda o da
Deməli 2-ni 3-ə vuranda 6 eləyir. B-miz deməli bizim B-ni indi hansı ədədi daha doğrusu hansı ədədi B3 olsa 2-ni 3-ə vuranda 6 eləyir də. Ondan sonra B-miz 2 olur daha doğrusu. Üzr istəyirəm. Bax B-miz 2 olur, 2-ni 3-ə vuranda 6 olur. Yəni birinci B-ni 2-yə vurub bu A-nı alıbdı. Biz A-nın qiymətini bilmirik axı. Sonra B-ni 3-ə vurubdu. Bax bu 6-nı alıbdı. B-ni 3-ə vuranda 6, buradan da B 2-dir. B-miz bizim 2-dirsə, 232 ədədini 2-yə vurub AB-A-nı tapa bilərik. O da 464 edir. Beləliklə A-nın qiyməti 4 olur. Yenə deyirəm, bax qalıqlı, çubuqlu bölmənin qaydasıdır. Böləndə biz sağdan vururuq da ədədləri, düzdürmü? Burada məsələn B-ni 2-yə vurubdu. Bax bu ədədi alıbdı. A-nı alıbdı. A-nı biz bilmirik. B-ni 3-ə vurubdu. Bu ədədi alıb 6-nı. Buradan B-nin asanlıqla 2 olduğunu tapırıq. B2-dirsə aparıb yerinə qoyub A-nı da tapırıq. 11-ci sual. 11-də də yenə deməli biz burada A-ya hansı qiymət verə bilərik? Məsələn, biz aparıb yerinə qoysaq, 1A, B bölünsün B. İndi burada 1A yazıbsa, deməli, A-la da B-nin 4-ü vurub, 4-ü burada B-yə vurubdur, axırı 4-lə qutarıbdır. B hansı ədəd olar? Nəyə 4-ə vuranda axırı 4-lə qutarır? 6-nı. A-mız da bizim 1 olacaq. Çünki daha doğrusu A-mız bizim 2 olar. Çünki 104-ü 6-ya vursaq 3 rəqəmli ədəd olmur da 624 olur. Amma 2 olanda burada daha doğrusu 4 rəqəmli ədəd yaranır. 204-ü 6-ya vuranda orada 4 rəqəmli ədəd olur. Yəni 204-ü 6-ya vuranda neçə eləyir? O da eləyir 1224. Baxın A-lar burada düz gəlir. Deməli A-nın qiyməti bizdə oldu 2, B-nin də qiyməti 4-dür. Bunların da cəmi 6 edir. Yəni A variantı. 12-ci suala baxırıq. 12-ci sualda əvvəlcə biz burada bura 3 yaza bilərik. Çünki 18-i 3-ə vuranda 54 eləyir. Burada 4 yaza bilərik. Çünki 4-ü 18-ə vuranda 72 eləyir. Yəni biz 34 elə bil ki, bizə də burada lazımdır. F-i də tapanda 34-ü vurarıq 18. F-i də buradan tapa bilərik də 5-dən 2 çıxanda nədən 2 çıxanda 3 qalır 5-dən. Beləliklə x-imiz 3, y-imiz 4-dür, f-imiz 5-dir. Deyilən də y-ni ilə 18-i 34-ə vurub üstünə bax bu qalığı gəlməklə tapmaq olar. O da eləyir 615 eləyir. Beləliklə deyilən də y-nin qiyməti olur 6-dan 1. Hamısını tapdıq. Bunları da toplayanda 19. D variantı olur. Baxırıq 13-cü suala. 13-cü sual çubuqlu bölmənin əlamətdir. Bu ədədi bura böləndə bir dəfə düşür. Ondan sonra baxın bu sıfırlar bölünmür bura. Bölünmürsə 0 düşür, bölünmürsə 0 düşür. 1 bölünmürsə yenə 0 düşür. Yəni qismətimiz 1000 olur. Qalıq da ki burada sondakı rəqəmi göstərir. Biri A-mız 1000, B-miz də bizim 1-dir. Bunları da toplayanda 1001 eləyir cavab. Yəni C variantıdır. Düzgün cavab olacaq burada. C variantı. Burada məsələn ədəd də qoya bilərsiniz. Tutaq ki, x-in yerinə 1, y-in yerinə 2 qoyun. Aparıb bölün. Baxın, yerinə qoyandan sonra böləndə görəcəksiniz ki, 102.000 birin üstündə 102.000 dəfə yerləşir. Qalıq da ki, 1-i göstərir. Son rəqəmi. Cavab 1001 olur. İndi burada da deməli x-i vurub AB-yə axırını 4-dən qutarıbdır. Burada deməli x-in qiyməti, burada AB-nin qiyməti hansı rəqəm ola bilər burada? Məsələn, burada deməli elə bir ABC 0 çıxıb ki, yox, daha doğrusu x-i vurub AB-yə üstünə y gəlibdir. O da eləyib AB4. AB4 eləyib. Burada AB4-ü AB-yə böləndə x-in içində bir dəfə yerləşir. Qismət də olur, 10 olur da. Eyni ədədə böləndə. Qalıq da burada sonuncu rəqəmi göstərir, 4-dür. X 10-dur, y də 4-dür. Toplayanda 14 edir. Bax, məsələn, yenə istənilən bir qiymət qoyub da yoxlaya bilərsiniz. Tutaq ki, A-ya 1, B-yə 2 verir. İndi yoxlaya bilərsiniz. 124-ü 12-yə böləndə neçə dəfə düşür? 10 dəfə düşür. Qalıq da ki, 4 düşür. Yəni, 10-la da 4-ü toplayanda 14 edir cavab. Baxırıq sonra 15-ci suala. 15-ci sualda
Deməli, yenə də burada ədədləri böləndə bura 1 yazsaq, 2 m-in içində bir dəfə yerləşəndə 2 m qalır da, m1 olsun. Deməli, p-ni də tapanda burada 5-dən nə çıxanda 0 qalır? M5 olur, M5'dir. İndi 5-i nəyə vuranda axırı 5-lə qutarar? Daha doğrusu, bir ki, burada da biz p-ni tapa bilərik. Məsələn, burada biz 225-i 5-ə bölüb p-ni tapa bilərik də. 225-i 5-ə böləndə o da 45 edir. Bu 225-i daha doğrusu 25-ə bölərək p-ni tapa bilərik. 225-i 25-ə böləndə 9. P-də 9 olur. Yəni, baxın, 19-u istəyirsiniz yoxlayaq. 19-u 25-ə vurub, üstünə də bax, bu qalıq 10-u gələk. Buradakı ədədi tapaq. 19-u 25-ə vurub, üstünə 10 gələndə 485 edir. Deməli, bu ədəd olur 485. Bax, buradan hər bir ədədi tapmış oluruq. Deməli, K-mız bizim 4-dür, L-imiz bizim 8-dir, M-imiz bizim 5-dir, N-imiz bizim 1-dir, P-miz bizim 9-dur, R-imiz bizim elə neçə tapmışıq? Bir dənə qalıb R-i tapmaq. R-də burada 3 olur da, 3-dən 2 çıxanda 1 qalır. R-də 3-dür. Buradakı ədədləri də toplayanda 25 B variantı edir. Bu P-ni tapmağı bir də deyirəm. Bax, bu 225 ədədini biz tapdığımız 25-ə bölüb P-ni tapdıqda P9 olurdu. 16-cı suala baxırıq. 16-cı sualda deməli, buranı tamamlaya bilərik. 41-dən 36 çıxanda 5 eləyir. İndi biz burada o zaman M-imiz 1 olur bizim. M-imiz 1 olur. İndi nəyə 3-ə vuranda axırı 1-lə qutarır? 7-ni, 23-ü 7-yə vuranda 1 eləyir. Yox, burada M1 olmayacaq. M6 olur. M deməli burada olacaq. 1, 1. Burada baxın, buranı tapmaq olar. 12-ni 3-ə vuranda 36 eləyir də. Düzdürmü? 12-ni 3-ə vuranda 36 eləyir. Artıq biz K-ilə ədədini rahat tapa bilərik o zaman. 23-ü 12-yə vurarıq. Eləyər 6, 4. Üstünə gəlinsin 2, 2. Yəni, eləyər 286. Üstünə də bax, bu qalıq 5-i gələcək. Qalıq 5-i də gələndə 286-nın üstünə 5. O da eləyəcək 291. Beləliklə, K-mız bizim 2, L-imiz bizim 9-dur. M-imiz də bizim 1-dir. Bu ədədləri də toplayanda 12 C variantı olacaq. Yenə deyirəm, bax, bu 3-ü nəyə vuranda 36 edir? 12-yə vuranda 36 edir də. Deməli, bu nöqtələrin yeri 12-dir. Nöqtələrin yeri 12-dirsə, KLM ədədini artıq asanlıqla tapa bilərik. KLM ədədini buranı bir də deyirəm. Baxın, 23-ü nəyə vuranda 36 edir? 12-yə. KLM ədədini də asanlıqla tapa bilərik. 23 ədədini vurarıq 12-yə və üstünə qalığı gələrik. Qalığı gəlib, oradan da KLM ədədini tapmış oluruq. Deməli, 23-ü qeyd elədiyim kimi 12-yə vuranda o da eləyir 276 edir. Üstünə də 5 gələndə 281 edir. Beləliklə K2, L8, M-dəki 1-dir. Bu ədədləri də toplayanda deməli olacaq 281-i toplayanda olacaq 11. Keçirik növbəti suala, 17-ci suala. 17-ci sualda əvvəlcə nəyi, hansı ədədləri bir-birində vuranda 30 eləyir? 6-nı 5-ə vuranda 30 eləyir. Tutaq ki, ulduzu 5, eni 6 götürsək, o zaman elə bir 96-nı 5-ə vurmuş oluruq da. 96-nı da 5-ə vuranda 480 eləyir. Buradakı ədədlər 4, 8, 0 olur. İndi 8-dən nə çıxanda 3 qalır 5, ulduz 5 olur. Tamamilə düz gəlir. Deməli, doğru götürmüşük. Enin qiyməti 6-dır. Əgər əks təqdirdə götürsəydik, onda burada səhvlik olacaqdı. Tutaq ki, biz enə 5 də verə bilərdik də, enə 5, ulduza 6 verə bilərdik. O zaman elə bir biz 95-i 6-ya vuracaqdıq. Alacaqdıq ki, 500, burada da qalıq yoxdur da, üstünə heç nə gəlmirik. Olur 570 olur. Onda baxın, 7-dən nə çıxanda 3 qalır 4. 6-6-a çıxanda da. Onda ulduz burada 4, burada 6, ziddiyyatı səhv olacaqdır. Deməli, düzgün cavab N6 olacaq. Bu yenə çubuqlu bölmənin əlamətidir. Bunu necə bölürük? Bax, buradan ayırırıq. 99-un içində 9 bir dəfə yerləşir. Sonra bu 9 bölünmür. Bura 0 qoyuruq. Sonra bu 99 olanda bura tam bölünür də bir dəfə düşür. Sonra bu 0-ı yazırıq olduğu kimi adi bölmə qaydası da adi çubuqlu bölmədir. Bu 9 bölünmür. 99-a 0 düşür. 99 bölünür. Beləliklə cavab olur
101.001. O da olacaq E variantı. 19'a baxırıq. 19 yenə də çubuqlu bölmədir. 4AB-ni AB-yə böləcəyik. Deməli, burada da neçə düşər? Buradan ayırsaq 4, burada düşər, yəni 10 düşübsə, bura olacaq 4, bura olacaq 3. 43-ü 10-a vuranda 430 eləyir, üstünə də 13 gələndə 443 eləyir. Baxın, A-lar, B-lər bir-birinə bərabər oldu. Yəni 10AB üstə gəlinsin 13 bərabərdir 4AB. Oradan da A-nın qiyməti 4 olur, B-nin qiyməti 3 olur. Onu 43-ə vurub, üstünə 13 gələndə 443 olur. A-lar 4, B-lər 3 olur. Beləliklə A-mız 4, B-miz 3, cavab 7, D variantıdır. Baxırıq 20-ci suala. 20-ci sualda deməli eyni ədədi özünün tərsinə vurub və buradakı ədədləri alıbdır. Əvvəlcə D-ni D-yə vurub 1 olubsa, hansı ədədi öz-özünə vuranda 1 eləyir? 9 ola bilər, bu 1 də ola bilər. 1 olsa, onda burada eyni ədəd olmalıydı da, C-də yazılmalıydı. Onda buranı 9 götürək. 9-u 9-a vuranda axırı 1 ilə qutarır. D-miz yəni 9 olsun. Deməli, D-miz bizim 9-dur. D-miz bizim 9-dur. 9-dur. C-miz də bizim olacaq. İndi C də olacaq. Nəyi 9-a vurub üstünə? Məsələn, burada C-yə biz əgər 5 versək, tutaq ki, indi gəlin yoxlayaq. Görək, burada Y-lər bir-birinə bərabər olurmu? 59-u 5-ə vuranda, o da eləyir 295 eləyir. Yəni, Y-lər bir-birinə bərabər olmur. Məsələn, C-yə 6 qoysaq, tutaq ki, 69-u 6-ya vuranda neçə eləyir? 54, 5 yadda, 414 eləyir. Fikir verin, Y-lər bir-birinə bərabər olur. Yəni, burada seçmə üsulundan yoxlaya bilərik. C-yə 6 verəndə, 69-u 6-ya vuranda 414 edir. Y-lər bir-birinə bərabər olur. Beləliklə, C-nin qiyməti 6-dır. 21-ci suala baxırıq. 21-ci sualda indi burada 2 rəqəmli ədədi özünə vurub, BAC alıbdır, bir də BC alıb burada. Deməli, bizdən də B-nin qiymətini soruşur. B-nin qiymətini soruşur. Məsələn, burada deməli, biz A-ya tutaq ki, böyük bir rəqəm verməliyik də 3-ə kimi verə bilmərik. 33-ə vuranda 99 edir. 4 rəqəmlə də olması üçün. Məsələn, 44 versək, 44-ü 4-ə vuranda 176 edir. Burada A-lar bir-birinə bərabər olmur. Məsələn, A-ya 55 versək, 55-i 5-ə vuranda 275 edir. Yenə A-lar bir-birinə bərabər olmur. A-ya 6 versək, 66-nı 6-ya vuranda o da eləyir 396 edir. Yenə A-lar bərabər olmur. İndi gəlin, baxaq hansını da ödəyir. Məsələn, 77 versək A-ya, 77-ni 7-yə vuranda 49, 4 yadda 539 edir. Yenə A-lar bərabər olmur. Ancaq ya 8-də olacaq, ya da 9-da. 88, 8-ə vuranda 64, 8 yadda. O da eləyəcək 724, yenə ödəmir. Amma 99-u vursaq, ödəyəcək çox güman ki, 99-u 9-a vuranda 81, o da olur 8 yadda, 81-in üstünə 8 gələndə 9, yəni olur 800. Deməli, 99-u 9-a vurarıq, o da olacaq 891. Gördünüz, A-lar bir-birinə bərabər oldu. A-lar bir-birinə bərabər oldu. Deməli, A 9-dursa, bunlar bir-birinə bərabər olur. A-mız bizim 9-dur. İndi nəyi 9-a vuranda axırı 9-la qutarır? 1-ə vuranda, bir də deməli, A-nı biz 9 tapdıq, C-nin qiymətini tapmaq üçün. 9-u deməli, hansı rəqəmə vuranda axırı 9-la qutarır? Başqa 1-ə vuranda qutarır da. Deməli, C-də 1-dir. 9-u 1-ə vuranda 9 eləyir. İndi biz də 91-i 9-a vurub B-ni əslində tapmışıq burada 8-dən. 9-u 91-i 9-a vuranda o da eləyəcək 889. 819. B-ni tapmışıq əslində biz. B-miz 8-dir bizim. Düzgün cavab D variantıdır. Baxırıq 22-ci suala. 22-ci sualda 2 rəqəmli ədədi özünə vurub el alıbdır. Burada K-ya məsələn biz 1 verə bilmərik də, eyni ədəd olur. 2 versək, ellər 4 olur. Ancaq 2 verə bilərik K-ya.
Bu da olur, m-lər də olur 8. 88 ilə də 44-ü toplayanda 132 eləyəcək cavab. Yəni B variantı. Baxın, məsələn, niyə burada fərqli bir qiymət verə bilmirik? Tutaq ki, K-ya əgər biz 3-dən yuxarı verə bilmərik, maksimum 3 versək, L9 olur. Təzədən 99-u 3-ə vuranda 3 rəqəmlə də olur axı. K-ya da 4 verə bilmərik də, 44-ü 4-ə vuranda yenə 3 rəqəmlə də olur. Yəni biz K-ya burada ya 2 verə bilərik, ya 3. 3 verdik, ödəmədi burada. 2 verəndə ödədi. L olur 4, K da olur, M də olur 8. 88 ilə də 44-ü toplayanda 132 edir. 23-cü suala baxırıq. 23-də K L-dən böyük şərti veribdir burada. İndi biz burada K L-dən böyük şərti veribdir. M-ə biz hansı qiymət verə bilərik? Məsələn, deməli, burada M-ə 7 verə bilərik, tutaq ki. Çünki 75-i 3-ə vuranda 200 ilə başlayır da. Ya da 8 verə bilərik. 85-i 3-ə vuranda 255 ya da 9. Bu 3 rəqəmdən birini verə bilərik. M ya 7, ya 8, ya 9-dur. Məsələn, 6 versək, 65-i 3-ə vuranda 195, üstünə də qalıq 2-ni gələndə 197 edir. M-ə 7 versək, indi K-in qiymətini tapanda 75-i 3-ə vurub üstünə 2 gəlməliyik. O da eləyir 225, üstünə də 2 gələndə 227 olur. Bu şərtdə K-dən balacadır. Bizə deyir K-dən böyükdür axı. Deməli, M-ə biraz böyük qiymət verək. Məsələn, 85 verək. 85-i 3-ə vurub üstünə 2 gəlsəz, o da 247 edir. Burada da K-dən kiçik olur. Bizdə K-dən böyük olmalıdır. Ona görə son qiymət 95 verəndə ödəyəcək. 95-i 3-ə vuranda deməli 285 eləyir. Üstünə də 2 gələndə 287 eləyir. Baxın, burada K-dən böyükdür. Beləliklə, K-nın qiyməti 8, L-in qiyməti 7, M-in də qiyməti 9 oldu. Yəni, ona görə bu şərti verib ki, yoxlayarız. Düzgün cavab 24-dür. 24-cü suala baxırıq. K-nı vurub 9-a, üstünə 7 gəlib, K-ilə alıbdır. Deməli, burada bizdən X-dan Y-in cəmini istəyir. Deməli. Məsələn, burada K-ya biz tutaq ki, qiymət verək. Məsələn, K-ya 3 versək, tutaq ki, deyirəm, 27. 27-nin də üstünə 7 gələndə 34. Baxın, düz gəlir. Yəni, K-lar bir-birinə bərabər olur. 3-ü 9-a vurub, üstünə qalığı gəlməlikdə 7-ni. O zaman 34-dən nə çıxanda 7 edir, 27. X-da 2, Y-də 7 olur. Beləliklə, X2, Y7 toplayanda 9 olur. Başqa qiymət versəniz, K-lar bir-birinə bərabər olmayacaq. Tutaq ki, 4 versəniz, 4-ü 9-a vurub. Üstünə 7 gələndə, yox, burada da bərabər olur, 43 olur. 43-dən nə çıxanda, bəs 7 olur, 36. Yenə hamısında X-dən Y-in cəmi 9 olur. Fərqi yoxdur. Baxın, yenə 3-dən 6 olur. K-ya nə versəz, ödəyəcək. Məsələn, K-ya 5 versəz, çünki 9 elə bir ədəddir ki, həmin ədədi nə isə 9-a vurub, üstünə qalığı gələndə özü edir həmişə. Bax, K-ya 5 versəz, 5-i 9-a vuranda 45, üstünə 7 gələndə 52 olur. Görürsünüz, yenə K 5 olur, bir-birinə bərabər olur. Yenə də 52-dən nə çıxanda 7 edir, 45. Gördünüz, yenə X-dən Y-in cəmi 9 olur. Yəni, burada istənilən halda X-dən Y-in cəmi 9 olacaq. Növbəti, buna deməli biz, indi burada A-ya biz 4 verə bilərik. Çünki belə yazaq da, ABC-ni 4-ə vurub, 1700 neçədən başlayan ədəd olubdur. A-mız bizim burada ancaq 4 olar. Çünki 4-ü 4-ə vuranda 17-yə yaxın olur da. O zaman biz ABC ədədini tapa bilərik. Əgər A-mız bizim 4-dürsə, heç də 1744-ü sadəcə 4-ə bölüb ABC ədədini tapacağıq. Bu da 4 dəfə düşür, 3 dəfə düşür, 8 dəfə, 6 dəfə düşür. Beləliklə, ABC ədədi olacaq 436. Deməli, B3, C də 6-dır, toplayanda 9 edir. Düzgün cavab B-dir. A-nı tapandan sonra artıq ədədi tapmaq olur. 26-ya baxırıq. 26-cı sualda, deməli, burada AB nəyə bərabər? AB-ni bölüb C-yə C alıbdır. Məsələn, C burada tutaq ki, C-yə məsələn 4 versək, 4-ü 4-ə vuranda 16 olur. 3 verə bilməkdə 3-ü 3-ə vuranda bir rəqəmli ədəd olur. AB 16 olur. Onda A1 olsa, C3 olsa, BC burada düzəlmir də, 2 rəqəmli ədəd olmur. Ona görə biraz C-yə böyük qiymət verək. Məsələn, C-yə 5 də verə bilmərik. 5 versək,
C ilə B ilə C bir-birinə bərabər olur. C-yə məsələn 6 verə bilərik. 6-nı 6-ya vuranda 36 olur. Ona görə C ilə burada B bərabər olur. C-yə 7 versək, 7-ni 7-yə vuranda 49 olur. Deməli B 9, C 7 olsa, 97-ni 4-ə bölünmür də tam. Ona görə C-yə biraz da yuxarı qiymət verək, 8 verək. 8-i 8-ə vuranda 64 eləyir. B 4, C 8-dir. 48-i də 6-ya böləndə həqiqətən də 8 eləyir. Yəni qiymət verib rahat toplamaq olur. A 6, B 4, C də 8-dir. Bunları da toplayanda 18 eləyir. Növbəti suala baxırıq biz. Bunu da yenə də deməli A-nı B-yə bölübdür. BB alıbdır, 2 rəqəmli ədəd alıbdır. Deməli, biz burada A-ya tutaq ki, burada 4, B-yə 2 versək, 44-ü 2-yə böləndə 22 edir də, B-lər bir-birinə bərabər olur. Ancaq belə olanda olar. A 4-dür, onda C neçədir? 8-dir. 88-i 44-ə böləndə 22 olur. Yəni, A-ya başqa qiymət versəydik, ödəməyəcəkdir. Tutaq ki, 6-2 versək, B-lər 3 olacaqdır. Bir-birinə bərabər ədəd olmalıdır da. Deməli, beləliklə A-nın qiyməti 4, B-nin qiyməti 2, C-nin də qiyməti 8-dir. Bunları toplayanda 14 edir. Baxırıq 28-ci suala, maraqlı sualdır. 28-də biz birinci növbədə A-nı tapa bilərik. A burada ya 1 olar, ya 2 olar. Başqa qiymət olmaz. Niyə görə? Tutaq ki, A-ya biz 3 versək, məsələn, 3-ü 4-ə vuranda, burada 6 rəqəmli ədəd olar da, 120 mindən 3-ü 4-ə vuranda 12 edir axı. Yəni, burada yeni bir 7 rəqəmli bir ədəd yaranar. 6 rəqəmli bir ədəd, 100 neçə min olar. A-ya biz əgər 1 versək, 4-ü nəyəsə vuranda axırı 1 ilə qutarmır da. Deməli, onda A-ya biz ancaq hansı qiymət verə bilərik? 2. İndi 4-ü nəyə vuranda 2 eləyir? Ya 3-ə, ya da 8-ə vuranda olur. İndi biz də Y-nin burada, A-mız əgər bizim 2-dirsə, Y-miz bizim 8 olar. 2-ni 4-ə vuranda 8. Fikir verin, 8-i 4-ə vuranda axırı 2 ilə qutardı. Deməli, sonra indi biz burada B-ni də tapa bilərik. B-yə yenə elə bir rəqəm verməliyik ki, 2-ni 4-ə vuranda 8 eləyib, baxı, üstünə yadda gəlməsin. Məsələn, B-yə 3 versən, 3-ü 4-ə vuranda 12, onda Y gərək 9 olardı, bir yadda alardı, əgər biz B-yə 3 versəydik. B-yə yenə 1 ya 2 verə bilərik, 2 də A-ya vermişik də, onda B-nin qiyməti avtomatik 1 olur. İndi biz burada 4-ü vurub D-yə, 38-i 4-ə vuranda 32 edir, 3 yadda alır da, üstünə 3 gəlir, B-miz də bizim 1-dir. 1 ilə qutarıb. 4-ü hansı rəqəmə vurub üstünə 3 gələndə axırı 1 eləyir? Yalnız 7-yə vuranda. 4-ü 7-yə vuranda 28, üstünə 3 gələndə 31 eləyir. Deməli, D-miz bizim 7-dir. Qaldı bir dənə C-ni tapmaq. C-ni də necə tapacağıq? C-ni vurub 4-ə, 7-ni 4-ə vuranda 28, 3 yadda alanda 31 alırıq. 3 yadda alıb, axırı özünlə qutarıbdır. Bu da, daha doğrusu 4 yadda alıbdır. Deməli, baxın, burada 7-ni vuranda 4-ə 28, 3 yadda alıbdır. Aha, C burada 3 yadda alıbdır, 31 3 yadda eləyir. C burada yalnız 9 olar. Çünki 9-u 4-ə vurub, üstünə 3 gələndə axırı 9 ilə qutarır da, C-lər bir-birinə bərabər olur. Beləliklə, C-nin də qiyməti 9-dur. Deməli, aparıb yerinə qoyuruq o zaman. A-mız bizim oldu 2, B-miz bizim 1-dir, C-miz bizim 9-dur, D-miz bizim 7-dir, Y-miz də bizim 8-dir. Buradakı rəqəmləri də toplayanda 27 eləyir, yəni A variantı. Baxırıq 29-cu suala. 29-cu sualda deməli, biz burada nəyi 6-ya vuranda axırı eyni rəqəmlə qutarır? 6-ya vursaq, 56-nı 6-ya vura bilərikmi? 56-nı 6-ya vuranda axırı 6-dan qutarır da eyni rəqəmlə. 56-nı da 6-ya vuranda o da eləyir 336. A-larımız 3, B-miz 6-dır. Sonra B-yə ümumiyyətlə yadda saxlayın ki, 6-nı cüt rəqəmlərə vuranda axırı özündən qutarır. Fikir verin, 2 ola bilər. 6-nı 4-ə vuranda axırı 4-dən qutarır, cüt rəqəmlərə. 6-nı 6-ya vuranda axırı özündən qutarır. Bir də 8-ə vuranda axırı 8-dən, eyni rəqəmdən qutarır. Deməli, indi biz burada B-yə 6 verə bilərik, cüt rəqəm. Sonra görək 4 versək ödəyər. 56-nı 4-ə vuranda o da eləyir 224 eləyir. Yenə də A-larımız bizim eyni qiymət alır. B4 də ola bilər. B-yə 2 versək, 56-nı 2-yə vuranda 112 edir. Yenə də A-larımız eyni bir ədəd alır. Yəni,
B 2 də ola bilər. Bir də 8-i yoxlayaq. 56-nı 8-ə vuran da o da 448 eləyir. Yəni B 4 dənə o zaman müxtəlif qiymət ala bilər. 2, 4, 6, 8. Beləliklə burada B 4 dənə müxtəlif qiymət alır. Yəni 6-nı cüt ədədlərə vuranda həmişə axırı özündən qutarır. Yenə deyirəm, 2-yə vuranda axırı 2-dən qutarır, 4-ə vuranda axırı 4-dən qutarır, 6-ya vuranda 6-dan qutarır, 8-ə vuranda 8-dən qutarır. Və son olaraq 30-cu suala baxırıq. 30-cu sualda burada əvvəlcə nəyi tapmaq olar? D-dən B-ni çıxıbdır, 2-yə bərabər olubdur. D-dən B çıxıb 2-yə bərabər olub. İndi biz buradakı rəqəmləri bir-bir tapa bilərik. Necə tapa bilərik? Məsələn, B-ni tapmaq olar. B elə bir rəqəmdir ki, hər dəfə nəyisə vuranda axırı B ilə qutarıbdır. Y-yə vurub axırı B ilə qutarıb. D-yə vurub axırı B ilə qutarıb. Darışı C-yə vurub B ilə qutarıb. D-yə vurub B ilə qutarıb. Y-yə vurub B ilə qutarıbdır. B elə bir rəqəmdir ki, həmişə nəyisə vuranda axırı özündən qutarır. Deməli, biz buradan tapmışdıq ki, D B-dən 2 vahid böyükdür. Çünki D çıxaq B 2-yə bərabərdir. B-nin 5 olduğunu taparıq. Çünki 5-i nəyisə vuranda axırı həmişə özündən qutarır. Özdə tək rəqəmlərə vuranda. Məsələn, 5-i 3-ə vuranda 15 olur, axırı özündən qutarır. 5-i məsələn 7-yə vuranda 35, yenə axırı özündən qutarır. 5-i 9-a vuranda 45, yenə axırı özündən qutarır. Yəni bu Y, D, C hansı rəqəmlərdir onda? Tək rəqəmlərdir. Biri də ona görə götürmürük ki, 1 olsaydı onda bura B düşərdi də. 3, 5 özüdür, 7, 9. Yəni bax bu hərflər Y, D, C. Biri 3-dür, biri 7-dir, biri 9-dur. Digər tərəfdən biz B-ni 5 tapsaq, D-ni avtomatik tapırıq ki, D 5 üstəgəl 2-yə, 7-yə bərabərdir. Deməli, D-ni tapdıq ki, 7-dir, B-ni tapdıq 5-dir. İndi Y ilə G-dən biri 9-dur. Burada deməli, əgər biz deməli, burada əgər C-nin qiyməti burada 3 ola bilməz də, çünki 9 ola bilməz. Çünki nədənsə 5 çıxanda 9 eləmir axı. Deməli, C-nin qiyməti burada 3-dür, C 3-dür. F-dəki avtomatik 8-dir. 8-dən 5 çıxanda 3 qalır. Onda D-yə də hansı qiymət qalır? Y-yə hansı qiymət qalır? Y-yə qalır 9. Y-yə də 9 qalır, tək rəqəm. Bunları tapdıqmı? Onları tapandan sonra artıq biz o biri hərfləri də tapa bilərik. Y 9 oldu, deməli D 7 oldu, C-də 3 oldu. İndi 973-ü 5-ə vurub, o biri ədədləri də tapmaq olar. 973-ü 5-ə vurub, üstünə 2 gələcək bu qalığı. 973 vurulsun 5, üstünə də 2 gələndə o da eləyəcək 4867. Buradan da A-nı tapırıq, F-i tapırıq, C-ni və D-ni. Deməli, A-mız bizim 4-dür, F-imiz bizim tapmışıq 8, C-miz bizim 6. Qaldı bir dənə H-la X-nı tapmaq. H-ı da buradan tapa bilərik. 3-ü 5-ə vuranda 15 eləyib. Axırıncı bölmədən də. Deməli, H-ımız bizim 1-dir. X-ya da 2 qalır ancaq. X burada yoxdur rəqəmlərin içində. Amma 2 qalır da. İndi aparıb yerinə qoyacağıq burada. A-mız oldu 4, B-miz bizim 5-dir, C-miz 6-dır. Sonra D-miz bizim 7-dir, Y-miz bizim 9-dur, F-imiz bizim 8-dir, sonra G-miz bizim 3-dür, H-ımız bizim 1-dir, X-ımız bizim 2-dir. İndi bu ədədləri toplayacağıq. 456 üstə gəlinsin 798, üstə gəlinsin 312. O da 1566 edir. Yəni A variantı düz cavabdır. Gəldik video izahının sonuna. İnşallah ki, izahın köməyi dəydi. Növbəti izahlarda görüşərik. Diqqətiniz üçün təşəkkür edirəm.